Deməli, bir hörmətli izləyicimiz yazır. Mən səndən ötəri ölürəm, sənsiz yaşaya bilmərəm də deyib, əl çəkməyib, xəyanət edən qadını görmüşəm. Mənə çatmayıb da xəyanət elədiyinə ayrıl get, normal münasibətdə ol. Məsələ burasındadır ki, o normal olmadığına görə elə normal münasibətdə olmur da. Belə deyək ki, bəzi şəxsiyyət pozuntusundan əziyyət çəkən xanımlar var ki, xüsusilə emosional olaraq qeyri-stabil xanımlar. Onlar romantikanı tez başladır həddindən artıq. Ümumiyyətlə, kişi tərəfindən də olsun, romantika həddindən artıq rəngarəng, insanların ayaqlarını yerdən üzəcək şəkildə, sən bir fərqlisən, fərqli baxırsan, sənsiz yaşaya bilmərəm, sən olmadan mənim həyatım mümkün deyil. Bu formada başlayırsa, burada iki hal olur. Ya birincisi adam, deyək ki, psixopat, sosiopat, narsisti, yəni bunu şuurlu şəkildə qəsdən eləyir. Amma əslində sənə qarşı heç bir hissi yoxdur. Bu da peşəkarlıq tələb eləyir bir anlamda. Ya da həmin anda onların o dopamin hormonları, o xanımların o qədər yüksək olur ki, bu kişilərə də aid ola bilər. Bunu əsasən xanımlardan danışırıq burada. Dopamin hormonunun dərinliyi o qədər yüksək olur ki, onlar doğrudan da o vaxt belə hiss eləməyə başlayırlar. Amma burada bir əmma var da, onlara əgər biz yox deyəriksə, o hormonlar güclü bir şəkildə ifrazını davam elətdirəcək. Hətta illərlə o xanımlar sizi bir ideal olaraq, fanat olaraq görə bilərlər. Siz onlardan uzaq qaldığınız müddətcə, onlara yox dediyiniz müddətcə. Elə ki, siz onlara hə dediniz, avtomatik olaraq nədir? O dopaminin miqdarı yavaş-yavaş azalmağa başlayacaq. Və bir müddətdən sonra artıq sizə qarşı heç nə hiss eləməyəcək. Amma bir şey var ki, müəyyən yaşantılarınız olub daha doğrusu, oksitosin hormonu da ifraz olunubdur. Bu da bağlılıq deməkdir. Bəlkə biraz varsa hörmət də deməkdir. Yəni o da varsa əgər. Hansı ki, bu imkan vermir ki, o adamdan rahatlıqla qopmağa. Həm də xanımlarda belə xüsusiyyətlər var ki, bu xüsusilə emosional olaraq qeyri-stabil olan xanımlara daha çox aiddir. Yəni, heç bir zaman əslində nədir? Diqqətdən kənar deyirlər. Xüsusilə müasir xanımlara əgər misal göstərsək. Deyək ki, sosial şəbəkələrdə o komment yazır, məsəl üçün, o kişi, məsələn, kompliment deyir, deyir, sən gözəlsən, qəşəngsən, o biri deyir, gəl səni çaya dəvət edeyim, bu biri deyir ki, gəl səni filan yerə aparım. Yəni, heç bir zaman diqqətdən kənar deyirlər. Və belə olduğu halda, təbii ki, bu tip xanımların oğlan dostları da çox olur. Hər bir oğlan dostu da bu tip xanımlar üçün nədir? Potensial bir gələcək sevgilidir. Lap aşıq olmasa belə, onda alınmasa bu birsinə gedim, bu birisində alınmasa bu birisinə gedim, amma heç vaxt diqqətdən kənar qalmayıb. Və təbii ki, xəyanəti ona görə edir ki, başqasına qarşı dopamin hissi güclənibdir. İndi o güclülükdə hissi başqalarına qarşı hiss edir. Lakin sənə də buraxa bilmir nəyə görə? Fikirləşir ki, başqasından alınmasa və sən də rahat olduğuna görə, rahatlıqla ona hə dediyinə görə və münasibəti də sən idarə eləmədiyinə görə, yaxud da eləyə bilmədiyinə görə, o bilir ki, istənilən vaxt qayıtsam, sən orada olacaqsan. Gedir xəyanətini eləyir, o duyğuları yaşayır, onunla nəsə bir şey alınmayan təzəndən qayıdır sənə. Ona görə bu tip xanımlar ümumiyyətlə normal münasibət qura bilməzlər. Müalicə olunmadığı müddətcə bir peşəkar tərəfindən onların heç biri normal münasibətdə ola bilməzlər. Ona görə bunu təəccüblənmək lazım deyil. Yəni o sözlər həmin anda deyilən bir, dopaminin təsiri altında deyilən bir, deyək ki, fantan fışqırmasıdır. O dopaminin təsiri getdi, elə bir ki, elə bir şey olmayıb. Sabahsı gün də itə bilər o. Yəni, bugün səndən ötürü ölürəm deyən 2 gün, 3 gün sonra səni tərk eləsə bir xanım, yəni təəccüblənməyəsən. Yəni, bu, onların əslində o tip xüsusilə xanımların normal ruh hallarıdır. Təbii ki, burada yenə dediyim kimi, psixopat, sosiopat, narsist tipləri var ki, onlarınki istismardır. Yəni,
Onlar bəri başdan sənə yalan demiş ola bilərlər. Diqqətinə görə minnətdaram. Sağ ol.